Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda 9 illik DİM-in yeni çıxan test toplusunda cümlənin ikinci dərəcəli üzvlərinin izahlarını paylaşacağam. Bu izaha qədər 9 illik DİM test toplusunda olan bütün mövzuların tapşırıqları bir-bir izah olunub, variant izahı paylaşılıb. Siz də bu izahlara baxmaq istəyirsinizsə kanala daxil olub, bütün sualların izahlarına baxa bilərsiniz. Abunə olun ki, paylaşılan videolardan davamlı olaraq məlumatınız olsun. Videoya rəy yazıb paylaşmağı da unutmayın. Bizim dərslərimizlə maraqlananlar 055 418 82 02 nömrəsi ilə əlaqə saxlaya bilər. 9 illik, 11 illik buraxılış blok imtahanlarına həm əyani, həm onlayn hazırlıqlarımız var. Ünvanımız Elmlər Akademiyası metrosunda yerləşir. Metronun düz yanında, yəni əyani dərslər üçün, onlayn dərslər üçün də yenə müraciət eləyə bilərsiniz. Gəlin vaxt itirmədən keçək sualların izahına. 1. Birində zərfli işlənməmişdir. Nümayəndələr Təbriz mehmanxanasında yerləşdilər. Harada? Təbriz mehmanxanasında. Burada yer zərfliyi var. Axşam gün batanda biz şəhərə çatdıq. Nə zaman? Axşam gün batanda. Abdulla fərasətli və zirək bir oğlan idi. Necə oğlan idi? Fərasətli oğlan, necə zirək. Burada təyinlər var, amma zərflik yoxdur. Bir qartal xeyli yüksəkdə dövrə vururdu. Harada? Yüksəkdə. Dünən həmin oğlan yenə bağda nərd oynayırdı. Harada? Bağda. Nə zaman? Dünən. Birində zərfli işlənməmişdir. Nigar həmişə belə geyinir. Necə geyinir? Belə. Nə zaman? Həmişə. Zərfliklər var. Mahmud axşam kəşfiyyata getdi. Nə zaman getdi? Axşam getdi. Alovun qarşısını güclədılar. Necə nəcür? Güclə. Yenə zərflik var. Biz bu hadisəyə təəssüflə baxırdıq. Necə nəcür? Təəssüflə. Onlara təşəkkür etdim. Təşəkkür etdim kimə? Onlara. Burada tamamlıq və xəbər var. Mən görmüşəm bu qürbətin dadını. Cümləsində tamamlıq nə ilə ifadə olunub? Nəyi görmüşəm? Qürbətin dadını. Bu da yiyəlik, mənsubiyyət, isim birləşmə ilə ifadə olunub. Adamları vahiməyə salan xəbər bir anda kəndə yayıldı. Cümləsində təyin nə ilə ifadə olunub? Nə xəbər? Hansı xəbər? Adamları vahiməyə salan fe'li sifət tərkibi ilə ifadə olunub, yəni fe'li birləşmə. Ayın əfsanəsini mənə nənəm danışmışdı. Cümləsində tamamlıqlar nə ilə ifadə olunub? Danışmışdı kim? Nənəm. Kimə? Mənə. Nəyi? Ayın əfsanəsini. Biri isim birləşmə ilə ifadə olunub, digəri mən əvəzliyi ilə. İsim birləşmə və əvəzliklə. Nümunədəki təyin hansı cümlə üzvünə aiddir? Eşit bu nəğməmi. Təbriz gözəli. Təbriz gözəli xitabdır, təhlil olunmur. Nə et? Eşit. Nəyi? Nəğməmi. Hansı nəğməmi? Bu nəğməmi. Təyin tamamlığa aiddir. Hansı cümlə üzvünə aiddir? Tamamlığa. Cavab C variantı olacaq. Nümunədəki təyin hansı cümlə üzvünə aiddir? İndi mən çox sözümü unutmuşam. Nə etmişəm? Unutmuşam. Kim? Mən. Nəyi? Sözü. Hansı sözü? Yəni nə qədər sözü? Çox sözü. Təyin söz isminə aiddir. İsim və cümlə üzvü olaraq bizə istəyir. Nəyə aiddir? Tamamlığa. Aşağıdakılardan biri cümlə üzvü kimi yalnız zərflik olur. Təbii ki, söhbət fe'li bağlamadan gedə bilər. Cavab B variantı fe'li bağlama tərkibi. Davam edirik. Aşağıdakılardan, daha doğrusu birində tamamlıq isimlə ifadə olunub. O bizi axşam qarşılayacaq. Kimi? Bizi. Tamamlıq əvəzliklə ifadə olunub. Mən bu kitabı bir neçə dəfə oxudum. Nəyi oxudum? Kitabı. Tamamlıq kitab ismi ilə ifadə olundu. B bəndə uyğundur. Bunları Eldarın qardaşı göndərib. Nəyi? Bunları. Əvəzliklə ifadə olunub. Rəhbərlik 5-ciləri mükafatlandırdı. Kimi? 5-ciləri. 5-ci saydı. Müğənninin oxumağını eşidirdik. Nəyi? Müğənninin oxumağını. Bu da yiyəlik və mənsubiyyət, isim birləşmə ilə ifadə olunub. Davam edirik 10-cu sualdan. Birində tamamlıq əvəzliklə ifadə olunub. Birincilərə yeni dərsliklər paylandı. Kimə? Birincilərə. Burada birinci sayla ifadə olunub. Məktəblilər ağacları cərgə ilə əkdilər. Nəyi? Ağacları isimlə ifadə olunub. Natiq bitkilərin çoxunu tanımırdı. Nəyi tanımırdı? Bitkilərin çoxunu, yiyəlik mənsubiyyət, ismi birləşmə ilə ifadə olunub. Bizi darvazanın önündə qarşıladılar. Kimi? Bizi. Biz əvəzliyi ilə ifadə olunub. Tamamlıq, deməli doğru cavab D-dir. Yaxşını pisdən seçməyi bacarmalısan. Nəyi bacarmalısan? Yaxşını pisdən seçməyi. Burada maqmək məstər tərkibi ilə ifadə olunub. Hansı cümlədə təyin sayla ifadə olunub? Bu söhbəti
Niyə çoxdan demirdin? Təyin hansı söhbəti? Bu söhbəti. Burada təyin əvəzliklə ifadə olunub. Elə dostdan kimin ciyər? Necə dostdan? Elə dostdan əvəzliklə ifadə olunub. Üçüncü bölük sərhəddə dayanmışdı. Hansı bölük? Üçüncü sıra saydı. Deməli təyindir. Doğru cavab C variantı. Qırmızı rəngi daha çox bəyənirdim. Hansı rəng? Qırmızı. Sifətlə ifadə olunmuş təyindir. Yeni gələn əsgərlərə təlim keçirdilər. Hansı əsgərlərə? Yeni gələn. Bu da fe'li sifət tərkibi, fe'li birləşmə ilə ifadə olunmuş təyindir. Birində zaman zərfliyinin əlavəsi var. İndi onlar, mağaradakılar dərin yuxuya getmişlər. Kim onlar? Kim mağaradakılar? Burada mübtədanın əlavəsi var. Yuxarıya çayın başladığı yerə qədər gedib çıxmışdılar. Baxın, haraya çıxmışdılar? Yuxarıya çayın başladığı yerə. Haraya sualı burada təbii ki, yer zərfliyi deməkdir, zaman deyil. Onu çoxdan, uşaqlıq illərindən tanıyırdı. Nə zaman çoxdan, nə zaman uşaqlıq illərindən. Demək ki, burada zamanın zərfliyi var, məzmunda var. Doğru cavab oldu C variantı. Bu tərəflərə Borçalıya yolunuz düşsə, mütləq bizə gəlin. Haraya? Bu tərəflərə, haraya? Borçalıya. Burada yenə yer zərfliyidir. Ot basmış cığırlarda, köhnə el yolunda gediş-gəliş kəsilmişdi. Harada? Cığırlarda. Harada? Köhnə el yolunda. Yenə, daha doğrusu el yolunda. Yenə burada yer zərfliyinin əlavəsi var. Doğru cavabımız oldu C variantı. Məktəbimizin həyətində geniş idman meydançası var. Cümləsində altından xətt çəkilmiş söz birləşməsi hansı cümlə üzvüdür? Harada məktəbimizin həyətində, təbii ki, harada sualı yer zərfliyi deməkdir. Doğru cavabımız oldu B variantı. Hansı cümlədə ikinci dərəcəli üzv qeyri-müəyyən əvəzliklə ifadə olunub? Yeni dərsliklər bizim üçün gətirilmişdir. İkinci dərəcəli üzv. Gətirilmişdir nə dərsliklər? Kimə? Bizə. Hansı dərslər? Yeni. Qeyri-müəyyən əvəzlik burada yoxdur. Bizim üçün. Şəxs əvəzliyi üçün qoşması ilə işlənib. Ona görə A olmaz. Hamı bilir ki, elə insanlar cəmiyyətə faydalıdır. Hamı kim? Elə insanlar necə insanlar? Burada əvəzliklərin biri mübtəda, biri təyindir, amma qeyri-müəyyən deyil. Qeyri-müəyyən əvəzliyi var, daha doğrusu ikinci dərəcəli üzv deyil. Nərgiz həmin kitablardan almışdı. Nərgiz həmin kitablardan. Yox, burada həmin kitablar hansı kitablardır? Bu da elə, o, bu, elə, belə, həmin işarə əvəzliklərindən biridir. Belə söhbətlərə heç vaxt maraq göstərməzdi. Necə söhbətlərə? Belə söhbətlərə heç vaxt maraq göstərməzdi. Yoxdur burada ikinci dərəcəli üzv. Doğulduğu, böyüdüyü torpaq hər kəsə əzizdir. Kimə? Hər kəsə. Hər kəsə qeyri-müəyyən əvəzlikdir və ikinci dərəcəli üzvdür. Yəni tamamlıqdır. Y variantı doğrudur. Deməli, qeyri-müəyyən əvəzlik ikinci dərəcəli üzvdür. Təbii ki, Y bəndi uyğun gəlir. Zəfli işlənmiş cümləni müəyyən edin. Səbinə gəldi, ancaq gecikmişdi. Gəldi, Səbinə nə etmişdi? Gecikmişdi. Burada yoxdur. Müəllim ona sual verdi. Sual verdi. Kimə? Ona. Kim? Müəllim. Zəflik yoxdur. Aydın. Aydında kitab yoxdur. Yoxdur nə? Kitab. Kimdə? Aydında. Tamamlıq var. Zəflik yoxdur. Sənə xoşbəxtlik arzulayıram. Nə edirəm? Arzuluyuram. Kim? Mən. Kimə? Sənə. Nəyi? Xoşbəxtliyin. Burada yenə zəflik yoxdur. Fərid gözücü uşaqlara baxırdı. Baxırdı kim? Fərid. Kimə? Uşaqlara. Necə nədir? Gözücü. Gözücü zəflikdir. Cavab Y variantı. Zəflik cümlədə hansı üzvü izah edir? Təbii ki, xəbəri izah eləyər. Doğru cavabımız C variantı. Təyin hansı cümlələrdir? Günlər el mahnılarını gözəl oxuyur. Nə tərzdə oxuyur? Oxumaq feilinə aiddir. Bu zərflikdir. Dərs maraqlı idi. Maraqlıdır. Nə? Dərs yoxdur. Sevil əlaçı şagirddir. Kimdir? Şagirddir. Necə şagird? Əlaçı. Burada təyin var. Sadıq iclasda cəsarətlə danışdı. Necə nə cür danışdı? Cəsarətlə. Danışmaq feilinə aid olduğuna görə zərflikdir. Tamaşa müvəffəqiyyətlə oynanıldı. Yenə necə nə cür müvəffəqiyyətlə oynanılmaq feilinə aiddir? Zərflikdir. Davam eləyirik 18-ci sualdan. Nümunədə təyin nə ilə ifadə olunmuşdur? Xəritəyə baxdım. Qanadlarını gərib yerə qoymaq istəyən qartal kimidir? Azərbaycanım. Hansı qartal kimidir? Qanadlarını gərib yerə qonmaq istəyən an fe'li sifət tərkibidir və ya fe'li birləşmə. Burada tərkib yazılıb. Cavab A variantı. Cümlədə təyinin ifadə vasitəsini müəyyən edin. Zəhməti sevən adam başqasına möhtac olmaz. Kim? Adam. Hansı adam? Zəhməti sevən. Yenə fe'li sifət tərkibi var burada. Cavab D variantı.
Birində təsirli halda olan tamamlıq işlənmişdir. Fikirləri çox maraqlı idi. Onun fikirləri çox maraqlı idi deyə bilirəmsə, bu mübtədadır. Təsirli hal yoxdur. Mənəvi gözəllik insanı daim ucaldır. Kimi insanı? Burada təsirli hal var. Tamamlıqdırmı? Bəli, deməli B variantı uyğundur. Düşüncələri bizə maraqlı gəldi. Onun düşüncələri bizə maraqlı gəldi. Buradakı i mənsubiyyətdir, ona görə mübtədadır. Dağlara səs salan bizik. Burada təsirli hal yoxdur. Siz azadlıq yolunda keşikçi olun. Yenə təsirli hal yoxdur. Cavab B bəndi. Çox gəzən çox bilər cümləsində zərfliyin hansı mənonovi işlənmişdir? Bilər kim? Çox gəzən. Nə qədər bilər? Çox bilər. Bilmək feilinə aiddir. Kəmiyyət zərfliyi var burada. Cavab A variantı olacaq. Hansı cümlədə təyin işarə əvəzliyi ilə ifadə olunub? Onların hamısı yüksək təlim keçən əsgərlərdir. Kim? Onların hamısı. Burada bir dənə hamı əvəzliyi var. O da ismi birləşmənin əsas tərəfidir. İşarə əvəzliyi olan təyin yoxdur. Bunlara çox dedim, az eşitdilər. Nə qədər dedim, çox. Nə qədər eşitdilər, az. Burada yenə təyin yoxdur. Həmin hadisə onun yadından çıxmamışdı. Hansı hadisə? Həmin. Həmin işarə əvəzliyidir, təyindir. Deməli, C variantı uyğun gəlir. Bütün uşaqlar imtahanda iştirak edirdilər. Hansı uşaqlar? Bütün uşaqlar. Bütün burada təyin əvəzlikdir. D bəndi olmaz. Ən maraqlı söhbətlərini bizimlə edərdi. Hansı söhbətləri? Maraqlı söhbətləri. Bu da sifətlə ifadə olunmuş təyindir. Y-də olmaz. Hansı cümlədə təyin işlənib? Xalqımız sənətkarlarını ehtiramla xatırlayır. Burada təyin yoxdur. Ehtiramla. Necə, nə cür? Zərfliyi var. Sənubər xala uşağı mehribanlıqla dindirdi. Necə, nə cür mehribanlıqla? Burada da zərfliyi var. Təyin yoxdur. Yayın bürkülü havası adamı darıxdırırdı. Nə? Yayın havası. Burada təyin yoxdur. Rövşənin babası tanınmış alimdir. Tanınmış alimdir kim? Rövşənin babası. Necə alimdir? Tanınmış. Burada təyin var və fe'li sifətlə ifadə olunub. Əsərin nikbin sonluğu məni çox təsirləndirdi. Burada təyin yoxdur. Təsirləndirdi nə? Əsərin sonluğu. Kimi? Məni. Nə qədər? Çox. Burada zərflik var, tamamlıq var, mübtəda və xəbər var. Cavab oldu D variantı. Hansı cümlədə ismi birləşmə ilə ifadə olunmuş tamamlıq işlənib? Ayşən nənəsinin nağıllarını çox sevirdi. Sevirdi kim? Ayşən. Nəyi? Nənəsinin nağıllarını. Nənəsinin yiyəliyi nağılları mənsubiyyət. İsmi birləşmədir, tamamlıqdır. Deməli, A variantı bütün şərtlərimizə uyğun gəlir. Doğru cavabımız elə A bəndi olacaq. Mənim onları görmək arzum puça çıxdı. Nə puça çıxdı? Mənim arzum. Biz vətənə vicdanla xidmət etməliyik. Xidmət etməliyik. Kim? Biz. Burada baxın, ismi birləşmə ümumiyyətlə yoxdur. Yaradıcı əmək olan yerdə xoşbəxt həyat da var. Yenə burada bir təhlil olunan yiyəli mənsubiyyətli ismi birləşmə yoxdur. O keçmişi yada salıb uşaqlığından danışmağa başladı. Burada da yoxdur. Təsirli halda olan tamamlıq işlənmiş cümlə. Müharibənin ağır və əzablı dəhşətləri yaddan çıxmırdı. Yaddan çıxmırdı nə? Müharibənin dəhşətləri. Gözləri qarşısında doğma vətəni canlanırdı. Canlanırdı nə? Vətəni. Necə və hansı vətən? Doğma vətən. Gözləri qarşısında. Harada canlanırdı? Gözləri qarşısında uyğun deyil. Onlar boşqabları süfrəyə düzdülər. Nə etdilər? Düzdülər. Nəyi? Boşqabları. Burada deməli tamamlıq işlənib, təsirli hal varmı? Boşqabları sözündəki bəli, təsirli haldır. Deməli doğru cavab C bəndi. Şamil hamıdan cəsarətli tərpəndi. Hamıdan cəsarətli. Burada təsirli hallı söz yoxdur ümumiyyətlə. Tərpəndi. Şamil necə nəcür cəsarətli. Qoy gənclərimiz sağlam düşüncə sahibi olsunlar. Kim gənclərimiz sağlam düşüncə sahibi? Düşüncə sahibi olsunlar. Necə? Sağlam. Burada yoxdur yenə təsirli hallı ifadə. Cavab C variantı. 26. Nümunədə altından xətt çəkilmiş sözün sintaktik vəzifəsi. 50-sindən əlif qəddin bükülər. 50-sində daha doğrusu. Əlif qəddin bükülər. Yaşın 50-sində. Burada olacaq təbii ki, nə zaman? 50-sində zaman zərfliyi. Söz birləşməsi ilə ifadə olunmuş tamamlıq hansı cümlədir? Mən tarixi verilişlərə maraqla baxıram. Nəyə? Verilişlərə. Hansı verilişlərə tarixi? Burada söz birləşməsi yoxdur. Uzaqdan gələnlər tez getdilər. Kim uzaqdan gələnlər? Burada mübtədadır. Bizim yerlərin təbiəti yazın ilk ayında daha gözəl olur. Nə? Bizim yerlərin təbiəti nə zaman? Yazın ilk ayında. Burada tamamlıq yoxdur.
Uşaqlıq illərini unuda bilmirdi. Nəyi uşaqlıq illərini? İsmi birləşmədir, söz birləşməsidir, tamamlıqdır. Deməli, D variantı uyğundur. Tarixi mənbələri diqqətlə öyrənmədən belə əsər yazmaq çətindir. Nə zaman tarixi mənbələri diqqətlə öyrənmədən? Burada yenə çətindir nə? Belə əsər yazmaq. Bu nümunədə tamamlıq yoxdur. Hansı cümlədə tamamlıq söz birləşməsi ilə ifadə olunub? Sevər qardaşının köynəyini ütülədi. Ütülədi kim? Sevər. Nəyi? Qardaşının köynəyini. Yəlik mənsubiyyət isim birləşmədir, yəni söz birləşməsidir. Tamamlıqdırmı? Bəli, cavab A variantı. Biz küləkdən və samandan daxma tikdik. Tikdik nə? Daxmanı. Burada tamamlıq var, amma sözlə ifadə olunub, söz birləşməsi yox. Qardaşları balaca Tərlanı incidirdilər. Kimi incidirdilər? Tərlanı. Yenə sözlə ifadə olunmuş tamamlıq var. Müəllim kitabı Kamrana verdi. Nəyi kitabı? Kimə? Kamrana. Sözlə ifadə olunmuş iki tamamlıq var. Gənc təbiətçilər ağaclara qulluq edirdilər. Nəyə? Ağaclara. Burada sözlə ifadə olunub. Hansı cümlədə təyin söz birləşməsi ilə ifadə olunmuşdur? Əhməd dərslərini yaxşı oxuyur. Təyin yoxdur. Körpə mışıl-mışıl yatırdı. Yoxdur təyin. Çünki yatırdı kim? Körpə. Necə mışıl-mışıl. Oxuduqlarımı yenidən nəzərdən keçirdim. Yenidən nəzər nəyi oxuduqlarımı? Burada təyin yoxdur. Sona yüyürə-yüyürə qardaşının yanına gəldi. Yenə təyin yoxdur. İşə yeni gələn oğlan məktəb yoldaşım idi. Məktəb yoldaşımdır. Kim? İşə yeni gələn. Kim oğlan? Hansı oğlan? İşə yeni gələn. Burada təyin, an, ən, fe'li, sifət tərkibi ilə ifadə olunub, yəni söz birləşməsi ilə. Deməli, Y variantı düzgün cavabdır. Cümlələrin birində tamamlıq frazeoloji birləşmə ilə ifadə edilmişdir. Qonağı ləyaqətlə yola salmaq da bir mədəniyyətdir. Nə? Qonağı ləyaqətlə yola salmaq uyğun deyil, burada tamamlıq yoxdur. Nəvənin söylədiyi şeirlər babaya xoş gələrdi. Yenə burada frazeoloji birləşmə yoxdur. Ona qulaq asmaq üçün biraz yaxına gəldi. Nə məqsədlə? Ona qulaq asmaq üçün burada məqsəd zərfliyi var, tamamlıq deyil. O gündən onun ürəyinə xal düşmüşdü. Onun ürəyinə xal düşmək bu xəbərdir, frazeoloji birləşmə ilə ifadə olunub. Mübariz gözə kül üfürməyi sevməzdi. Sevməzdi kim? Mübariz. Nəyi? Gözə kül üfürməyi. Gözə kül üfürmək frazeoloji birləşmədir, tamamlıqdır. Deməli, cavab Y variantı olacaq. Hansı cümlədə məqsəd zərfliyi yönlü halda olan sözlə ifadə olunmuşdur? Valideynlərini görmək üçün Həsən kəndə getdi. Kəndə, haraya? Burada yönlü hal yer zərfliyidir. Mən oxumağa Gəncə şəhərinə gedəcəyim, yəni oxumaq üçün. Nə məqsədlə? Oxumaq üçün. Burada var, bəli. Qızlar sahədən üzüm yığmaq üçün yola düzəldilər. Yola düzəlmək bu frazeolum kimi xəbərdir. 2 gün bundan qabaq dostum bizə gəlmişdi. Hara gəlmişdi? Bizə, yəni bizim evə, yer zərfli idi. İşləməyə xaricə gedən mütəxəssislər vətənə döndülər. Kim mütəxəssislər? Hansı mütəxəssislər? İşləməyə xaricə gedən. Burada işləməyə sözü işləmək üçün məzmununu verir. Amma müstəqil cümlə özvü deyil. Çünki işləməyə gedən fe'li sifətinə aiddir. Yəni fe'li sifət tərkibinin asıl tərəfidir bu. Nümunələrin birində sıra sayı tamamlıq vəzifəsindədir. Ən yaxşı nəticə üçüncülərindir. Kimindir? Üçüncülərədir. Bu xəbər vəzifəsidir. 11-cilər fəxri fərmanlarla təltif edildilər. Kim 11-cilər? Burada mübtədadır. Babam kitablardan 6-sını mənə verdi. Verdi kim? Babam. Nəyi verdi mənə? Kitablardan 6-sını. Burada ismi birləşmə var. Ona görə götürmək olmaz. 8-ci sinifdə oxuyanlar bir qədər gecikdilər. Sıra sayı. Hansı sinifdə oxuyanlar? Yox. Kim gecikdi? 8-ci sinifdə oxuyanlar. Sıra sayı an, ən, fe'li sifət tərkibinin daxilindədir, asıl tərəfindədir. Məktəb direktoru birinciləri təbrik etdi. Kimi təbrik etdi? Birinciləri. Birinci saydı, sıra saydı, tamamlıqdır. Cavab Y variantı. 33. Hansı cümlədə yerli halda olan söz yer zərfliyi deyil? Dostumda maraqlı kitab var. Dostumda, kimdə yerli halda olan söz yer zərfliyi deyil. Elə A variantı uyğundur, çünki tamamlıqdır. Dağda cürbəcür otlar bitir ki, harada bitir? Dağda. Yerli hallı söz yer zərfliyidir. Sərhədlərimizdə atəşkəs yenidən pozulub. Harada pozulub? Sərhədlərimizdə. Yerli hallı söz zərflikdir. Kənddə bir sıra yeniliklər müşahidə etdim. Harada? Kənddə. Bu da uyğundur. Burada 1000 illər öncə bizim ulu babalarımız yaşayıb. Harada yaşayıb? Burada. Bu da uyğundur. Hansı cümlədə yerli halda olan söz yer zərfliyi deyil? Mənim uşaqlıq illərim burada keçib. Harada keçib? Burada.
Yerli halda olan söz yer zərfli idi burada. Uşaqlar həyətdə təmizlik işlərinə başlamışdılar. Harada? Həyətdə başlamışdılar. Bu da yer zərfli idi. Dostlarım kitabxanada imtahana hazırlaşırdılar. Harada? Kitabxanada. Uyğundur. Çobanlar yaxınlıqdakı dağda alaçıq qurdular. Harada qurdular? Dağda. Bu da uyğundur. Qəzetdə bu barədə ətraflı yazılmışdır. Baxın, qəzet bir məkan deyil, bir əşyadır. Qəzetdə yazılmışdır. Nədə yazılmışdır? Qəzetdə olacaq tamamlıq. Bu uyğun deyil. Cavab Y variantı. Birində zaman zərfliyi yoxdur. Mənə bir sevgili qonaq gələcək. Gələcək bilmirəm. Haçan gələcək? Burada elə haçan sözü sual əvəzli idi və zaman zərfliyinin sualıdır. Billur buxaq, lalə yanaq, ay qabaq, şahmar zülfü, pərişanlar dolanır. Hansı pərişanlar? Billur buxaq, lalə yanaq, ay qabaq, şahmar zülfü, pərişanlar. Burada zərflik yoxdur. B bəndi. Xoş saatda xoş gəlibdi cahana. Nə zaman? Xoş saatda. Burada var. Get. Xoş gəldin, səfa gəldin. Gələcəksən haçan. Yenə haçan zaman zərfli idi. Çərşənbə günündə çeşmə başında. Nə zaman? Çərşənbə günündə. Burada var. Deməli, B bəndində yoxdur. Hansı cümlənin tamamlığı məsdər tərkibi ilə ifadə olunub? Arxalığının cibindən çaxmağı çıxarıb, çaxmaq burada isimdir, məsdər yoxdur. Sən onları Azərbaycanca yazmağı öyrədərsən. Öyrədərsən sən nəyi? Azərbaycanca yazmağı. Kimə? Onlara. Azərbaycanca yazmağı məsdər tərkibidir və tamamlıq vəzifəsindədir. B variantı elə doğru cavabdır. Nizami küsməyi bacarmazdı. Bacarmazdı kim? Nizami nəyi küsməyi? Burada məsdər var, amma tərkib istəyir bizdən. Bu tərkib deyil. Dinləməyi bacarmaq lazımdır. Nəyi dinləməyi? Yenə dinləmək məsdərdir, amma tərkib deyil. Vətəndən bura oxumağa gələn hər kəs mənim üçün əzizdir. Hər kəs əzizdir. Əzizdir kim? Hər kəs. Vətəndən bura oxumağa gələn. Hansı hər kəs vətəndən bura oxumağa gələn? Deməli, burada tamamlıq məsdər tərkibi ilə ifadə olunmayıb. Məsdər tərkibi, daha sonra burada fe'li sifət tərkibi var. O da təyindir. Tamamlığı isim birləşmə ilə ifadə olunan cümlə. Məktəb həyətində iməzlik keçirilirdi. Harada? Məktəb həyətində. Burada yer zərfli idi. Biz qarşıdakı otağı nəzərdən keçirdik. Burada yoxdur isim birləşmə. Quşlar yaşıl bağçada cəhcəh vururdular. Yenə yoxdur. Növbətçilər sinif otağını təmizlədilər. Nəyi? Sinif otağını. Kim? Növbətçilər. Sinif otağı isim birləşmədir, tamamlıqdır. Deməli, cavab olacaq D variantı. Divar saatı işləmirdi. İşləmirdi nə? Divar saatı. Burada ümumiyyətlə tamamlıq yoxdur. 38. Cümlədə təyin nə ilə ifadə olunmuşdur? Yarışdan uğurla qayıdan qalibləri mükafatlandırdılar. Nə etdilər? Mükafatlandırdılar. Kim? Onlar. Kimi? Qalibləri. Hansı qaliblər? Yarışdan uğurla qayıdan. An fe'li sifət tərkibi. Sofinin məktubunu bir neçə dəfə diqqətlə oxudu. Tamamlıq nə ilə ifadə olunub? Oxudu kim? O. Necə nə cür diqqətlə, nə qədər bir neçə dəfə, nəyi? Sofinin məktubunu. Tamamlıq yəli, mənsubiyyət, isim birləşmə ilə ifadə olunub. 40. Cümlələrin birində təsirli halın sualına cavab verən tamamlıq işlənmişdir. Yox, biz onu unuda bilmərik. Kimi? Onu. Təsirli halın sualı tamamlıq elə A variantıdır. Qoy mən yenə söhbət açım öz baharımdan. Nədən? Öz baharımdan. Burada dandən çıxışlı qaldı. Ondan xəbər gəlmir, xəbər gəlir öləndən. Kimdən? Öləndən. Kimdən? Ondan. Dandən çıxışlı qaldı yenə. O xalqın ruhudur, ona toxunma. Kimə? Ona. Yönlük halda bu. Elin təmiz duyğusuna toxunma. Nəyə? Duyğusuna, bu da yönlük halda. Qonaqlara kənddə qalmağı məsləhət gördülər. Tamamlıq nə ilə ifadə olunub? Məsləhət gördülər. Kim? Onlar. Nəyi? Kənddə qalmağı. Kimə məsləhət gördülər? Qonaqlara. Deməli, kənddə qalmağı oldu tamamlıq. Kimə? Qonaqlara. Bu tamamlıq da oldu isimlə ifadə olunan. Tamamlıq nə ilə ifadə olunub? Bu sual səhvdir. Nəyə görə? Çünki qonaqlara məsləhət gördülər. Qonaqlara. Bu müstəqil tamamlıqdır. Kimə? Qonaqlara. Birdən nəyi məsləhət gördülər? Kənddə qalmağı. Bu da ayrı tamamlıqdır. İki dənə ayrı-ayrı tamamlıqlar var. Biri məsdər tərkibi ilə ifadə olunub. Digəri də qonaq. Kim? İsimlə. Demək ki, bundan hər ikisi doğrudur. Cavabımız oldu A və C. Hansı cümlədə təyin işlənmişdir? Oxuduqlarımı yenidən nəzərdən keçirdim. Burada yoxdur. Körpə mışıl-mışıl yatırdı. Yoxdur.
İstirahət evində hər il yüzlərlə adam dincəlir. Nə qədər adam? Yüzlərlə. Sayla ifadə olunmuş təyin var. Sonra yüyürə-yüyürə qardaşının yanına gəldi. Yoxdur təyin. Əhməd dərslərini yaxşı oxuyur. Burada da təyin yoxdur. Yaxşı oxumaq feilinin aid olan zərflikdir. Adamlar uzaqdan gələn gəmiyə baxırlar. Cümlədə təyin. Nə edirlər? Baxırlar. Kim adamlar? Nəyə? Gəmiyə? Hansı gəmiyə uzaqdan gələn? Feil sifət tərkibi ilə ifadə olunub. Stolun üstündə bir çox uçot vərəqələri, şəxsi hesablar səliqəli yığılmışdı. Təyinləri istəyir. Yığılmışdı nə? Uçot vərəqələri, nə hesablar? Hansı hesablar? Şəxsi, hansı uçot vərəqələri? Bir çox. Deməli, sayla və şəxsi sifəti ilə ifadə olunub. Say, sifət, cavab D variantı. Qırmızı rəngli qalstuk ona çox yaraşırdı. Tamamlığı istəyir. Yaraşırdı nə? Qalstuk. Kimə? Ona. Hansı qalstuk? Qırmızı rəngdir. Burada tamamlıq ona. Şəxs əvəzliyi ilə ifadə olunub. Əvəzliklə cavab A variantı olacaq. Biz övladlarımızı körpəlik çağlarından vətəni sevməyə alışdırmalıyıq. Tamamlığı istəyir. Alışdırmalıyıq biz. Kimi? Övladlarımızı alışdırmalıyıq. Tamamlıq övlad isimlə ifadə olundu. Körpəlik çağlarından vətəni sevməyə. Nəyə alışdırmalıyıq? Vətəni sevməyə. Yenə bu sualda da övladlarımızı tamamlıqdır, vətəni sevməyə tamamlıqdır. Həm isimlə, həm də məsdər tərkibi ilə. Məsdər tərkibi isim, ikisi də doğrudur. Bu sual da səhvdir. O ağır çəkmələrini asfaltın üstünə taqqıldadaraq yeriyirdi. Zərflik. Necə nə cür yeriyirdi? Ağır çəkmələrini asfaltın üstündə taqqıldadaraq. Feili bağlama tərkibidir bu. Cavab D variantı. Hansı nümunədə nə sualına cavab verən cümlə üzvü tamamlıqdır? Sahilə bir qayıq yaxınlaşırdı. Nə yaxınlaşırdı? Qayıq mübtədadır. Köhnə qələm dostları görüşdülər. Görüşdülər kim? Qələm dostları. Şair şeir oxuyurdu. Nə oxuyurdu? Şeiri. Bəli, bu qeyri-müəyyən təsirli haldır. Qatar yola düşdü. Nə? Qatar mübtədadır. Bizdən sonra qalanlara salam olsun uyğun deyil. O bizim imtahanlarımızın nəticəsini maraqla izləyirdi. Tamamlığı nə ilə ifadə olunmuşdur? İzləyirdi kim? O. Necə nə cür maraqla? Nəyi? İmtahanlarımızın, bizim imtahanlarımızın nəticəsini. Bizim yəli, mənsubət, isim birləşmə ilə ifadə olunub. 49 oldu ismi birləşmə. Cavab A variantı. Sonra xəstələndiyi üçün yığıncağa gedə bilmədi. Zəfliyi istəyir bizdən. Gedə bilmədi kim? O. Sona. Xəstələndiyi üçün. Nə səbəbə? Xəstələndiyi üçün. Zəflik burada D qüsugənisin üçün səbəb ifadə eləyir. Daha sonra yığıncağa haraya gedə bilmədi? Səbəb yer. Cavab olacaq D variantı. Mən dostlarımla rayon mərkəzindən qayıdırdım. Tamamlığı istəyir. Qayıdırdım mən. Haradan? Rayon mərkəzindən. Kimi ilə? Dostlarımla. Tamamlıq dost isim ilə qoşması ilə ifadə olunmuşdur. Dostlarım ilə. İsimlə demək uyğun gəlir. Amma buna daha dəqiq isim üstəgəl qoşma ilə ifadə olunub demək daha doğru olardı. Yəni, doğru cavabımız burada A variantı qalır yalnız. Tamamlıq əsasən hansı nitq hissələri və feili birləşmələrlə ifadə oluna bilər? Tamamlıq isim, feil, zərf, isim, əvəzlik, feil yox, isim, feil yox, isim, əvəzlik, feili sifət və məsdər tərkibləri. Bəli, cavab D variantı. Hansı cümlədə feili birləşmə tamamlıq vəzifəsində işlənib? Öz səhvini başa düşüb üzr istəmək böyüklük əlamətidir. Böyüklük əlamətidir nə? Öz səhvini başa düşüb üzr istəmək. Burada tamamlıq yoxdur. Ucqar dağ kəndlərində yaşayanları da nəzərə almaq lazımdır. Kimi? Ucqar dağ kəndlərində yaşayanları. An, ən, feili sifət tərkibi, feili birləşmə tamamlıqdır. Deməli, B variantı doğru cavabdır. Cümlələrin birində tamamlıq məsdər tərkibi ilə ifadə olunub. O canavar yenə mənim adıma min cür söz çıxaracaq, məni ləkələməyə çalışacaqdır. Çalışacaqdır nəyə? Məni ləkələməyə. Magmək məsdər tərkibi yaratdı, tamamlıqdır. Elə A variantı uyğundur. Sizin dediyiniz o adamlar qaladan məskən salacaqlar, burada məsdər yoxdur. Onun görkəmindən iyrənməyin siz. Bir kəndli babadır, vicdanı təmiz, məsdər yoxdur. Ay nə gözəl qaydadır, şal sallamaq. Nə? Şal sallamaq. Bəy şalına bayramlığın bağlamaq. Nə? Bəy şalına bayramlığın bağlamaq. Burada tamamlıq yoxdur. Məqsədi sizinlə danışmaqdır. Nə məqsədi? Nədir? Sizinlə danışmaqdır. Tamamlıq yoxdur. Tamamlığın feil və tərkibi ilə ifadə olunan cümlə.
Nəzər kişi məsələnin necə nəticələnməsi ilə maraqlanırdı. Maraqlanırdı kim? Nəzər kişi nə ilə? Məsələnin necə nəticələnməsi ilə. Burada tamamlığı fe'l sifət tərkibi deyil, ismi birləşmə ilə ifadə olunmuşdur. A bəndə olmaz. Eldar dədə-baba yolunu davam etdirməyə çalışırdı. Çalışırdı kim? Eldar. Nəyi? Nəyə çalışırdı? Dədə-baba yolunu davam etdirməyə. Tamamlıq məstər tərkibi ilə ifadə olunub. Ev yiyəsi onları mehribanlıqla qarşıladı. Burada fe'l sifət yoxdur. Səlimov qapıdakıları saxlamağa çalışırdı. Magmək məstər var burada. Fe'l sifət yoxdur. Komissiya üzvləri qasırğanın dağıtdıqlarına heyrətlə baxırdılar. Baxırdılar kim? Komissiya üzvləri nəyə? Qasırğanın dağıtdıqlarına. Burada dıq üstü gəlinsin mənsubiyyət fe'l sifət deməkdir. Yəni fe'l sifət tərkib yaradıb. Bu fe'li birləşmədir. Deməli fe'l sifət tərkibi tamamlıqdır. Y variantında. 56. Hansı cümlədə zəfli fe'li bağlama tərkibi ilə ifadə olunmuşdur? Əbil qaynanası ilə arvadının söhbətini eşidəndə pilləkəndə ayaq saxlayıb qulaq asdı. Deməli fe'li bağlama tərkibi zəfli nə zaman qaynanası ilə arvadının söhbətini eşidəndə, andan da fe'li bağlama tərkibi zaman zəflidir. Cavab elə A variantı. Birində tamamlıq fe'l sifət tərkibi ilə ifadə olunub. Yaxınlıqdan keçən adam köməyə gəldi. Kim adam, hansı adam yaxınlıqdan keçən? Burada fe'l sifət tərkibi təyindir. Qalanlara salam olsun. Kimə? Qalanlara. Burada fe'l sifət var, amma tərkib deyil. Keçənə güzəş deyirlər. Nəyə? Keçənə. Yenə fe'l sifət var, amma tərkib deyil. El yolunda çaşanları unutmazlar. Kimi unutmazlar? El yolunda çaşanları fe'l sifətdir, tərkib yaradıb. Cümlədə tamamlıqdır. Deməli cavab D-dir. Keçən günə gün çatmaz. Calasan günü günə. Hansı günə? Keçən günə fe'l sifət burada təyindir. Hansı cümlədə təsirli halın sualına cavab verən tamamlıq işlənmişdir? Məktubu ona təqdim edən gəncdə bir həyəcan hiss olunurdu. Kimdə? Gəncdə. Hansı gəncdə? Məktubu ona təqdim edən. Burada məktubu sözünü biz təsirli hala tamamlıq götürə bilmərik. Çünki niyə fe'l sifət tərkibinin aslı tərəfinə aiddir? Gəncdə tamamlıqdır. Bu da yerli hallıdır. Ona görə də A bəndi olmaz. Yazın nəfəsi daşları da çiçəkləndirib. Çiçəkləndirib nə? Yazın nəfəsi. Nəyi? Daşları. Təsirli hallı sözdür. Tamamlıqdır. Deməli B bəndi uyğundur. Yol yoldaşları at çapmağına narahatlıqla baxırdılar. Baxırdılar kim? Yol yoldaşları. Nəyə? At çapmağına. Necə nəcür narahatlıqla? Burada yenə uyğun deyil. Yönlü hallı təsirlidir. Yönlü hallı tamamlıqdır. Odu söndürüb küllə oynamaq vaxtı keçib. Oynamaq vaxtı bu da uyğun deyil. Şərur düzü ilə gedirdik uyğun deyil. Birində təyin sayla ifadə olunub. Birdən meşənin dərinliyində qoca palıdın indiyə qədər eşitmədiyi səs gəldi. Burada say yoxdur. Allahyarın tüfəngi hərləməsi ilə tətiyi çəkməsi bir oldu. Say yoxdur. Ayazlı şaxtalı bir qış axşamı 7 yoldaş olub yola düzəldik. Necə nəcür yola düzəldik? 7 yoldaş olub. Burada olub fe'li bağlamaya aiddir. Birinci bölük sıraya düzülmüşdü. Hansı bölük? Birinci. Birinci sıra saydı. Deməli cümlənin təyinidir. Qız qalasının hündürlüyü 28 metrdir. Deməli burada sayla ifadə olunmuş təyin yoxdur. Nə qədərdir? 28 metrdir. Bu bütöv xəbərdir. Yaxşı sözünün təyin yerində işləndiyi cümlələr. Rəsul yaxşı oxuyur. Oxumaq fe'linə aidsə deməli zərflikdir. Bu yaxşı kitabdır. Kitab isminə aidsə deməli təyindir. Yaxşı kitab hamının xoşuna gəlir. Yaxşı kitab isminə aidsə deməli təyindir. Almaz yaxşıya kömək etdi. Baxın, yaxşı burada böyük hərflə yazılıb. Çünki bu adam addır. Bizdən yaxşıya sözünü istəyirsə, deməli bu tamamlıqdır. İnsan adından söhbət edir. Yaxşı, sən deyənlə razılaşıram. Yaxşıdan sonra vergül qoyulubsa bu modal sözdür. Deməli doğru cavabımız olacaq 2-3 C variantı. Cümlələrin hansında tamamlıq fe'l sifət tərkibi ilə ifadə olunub? Sürücü yorğunluqdan maşını idarə etməkdə çətinlik çəkirdi. Burada fe'l sifət yoxdur. Qönçənin ürəyindən keçənləri hamıdan çox anası bilirdi. Nəyi? Qönçənin ürəyindən keçənləri. Qönçənin ürəyindən keçən an fe'l sifət tərkibidir. Tamamlıqdır. Deməli elə B variantı uyğun cavabımız olacaq. Verilmiş cümlə ilə bağlı yanlış fikirləri istəyir. Cənub şəhərinə payız adətən oktyabrın ortalarına təşrif gətirir. Deməli Cənub şəhərinə qrammatik əsası təşkil edən üzvlərin hər ikisi iştirak etmişdir. Təşrif gətirir. Cənub şəhərinə nə? Payız. Bu doğru fikirdir.
İkinci dərəcəli cümlə üzvlərlə yalnız təyin yoxdur. Haraya? Cənub şəhərinə. Oktyabrın ortalarında. Nə zaman? Oktyabrın ortalarında. Burada ancaq zərflik var. Tamamlıq da yoxdur, təyin də yoxdur. Deməli, yalnız təyin yoxdur, səhvdir. 3-də deyir ki, cümlə üzvlərindən biri söz birləşməsi ilə ifadə olunmuşdur. Biri yox, ikisi ifadə olunub. Cənub şəhəri 1, oktyabrın ortası 2. Deməli, bu səhvdir. Zaman zərfliyinin ifadə vasitəsi ismi birləşmədir. Oktyabrın ortaları. Bu doğru fikirdir. Mübtədanın ifadə vasitəsi nitq səsdir. Payız nitq səsidir. Doğrudur. Tamamlıq söz birləşməsi ilə ifadə olunmuşdur. Bu cümlədə ümumiyyətlə tamamlıq yoxdur. Bu səhv fikirdir. Deməli, burada 2, 3, 6 yanlış fikirdir. 2, 3, 6 cavabı yoxdur. 3, 6. Onu yazırıq burada. F 2, 3, 6. Bu sualda da variantlarda yanlışlıq var. Doğru cavab 2, 3, 6-dır. Verilmiş cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Doğru, yanlış. Biz dərənin dibinə çatdıqda qoyunların orada yatdığını, Alabaşın isə sevinə-sevinə quyruğunu buladığını gördük. Doğrudur. Fe'li bağlama tərkibi zaman zərfinin ifadə vasitəsidir. Gördük kim? Biz. Nəyi gördük? Deməli, qoyunların yatdığını nə zaman gördük? Dərənin dibinə çatdıqda. Nəyi gördük? Alabaşın sevinə-sevinə quyruğunu buladığını. Deməli, burada fe'li bağlama tərkibi zaman zərfinin ifadə vasitəsidir. Bu fikir doğrudur. Mübtəda əvəzlik, biz əvəzlik ilə düzdür. Xəbər isə əmr şəklində olan fe'l ifadə olunub. Gördük, əmr deyil. Bu səhvdir. Tamamlıqların ifadə vasitəsi fe'li sifət tərkibidir. Deməli, qoyunların yatdığını, bu fe'li sifət tərkibidir. Alabaşın buladığını, bu da fe'li sifət tərkibi. Doğru fikirdir bu. İkinci dərəcəli cümlə üzvləri həm mübtəda, həm də xəbərlə sintaktik əlaqədədir. İkinci dərəcəli üzvlər yox. Həm mübtəda ilə yox, mübtəda ilə əlaqəyə girmir, xəbərlə əlaqəyə girir. Məsələn, tamamlıq mübtəda ilə əlaqəyə girmir. Bu yanlış fikirdir. Deməli, doğruya görə doğru 1, yanlışa görə yanlış 4-dür. 1, 4 cavab B variantı. Hansı cümlələrə təyin işlənmişdir? 5-ciləri bayram münasibəti ilə təbrik etdilər. Burada yoxdur. Şagirdlər bağçada xeyli işlədilər. Burada yoxdur. Xeyli işləmək fe'linə aid olan zərflikdir. Bakı gözəl şəhərdir. Necə şəhər gözəl? Burada var. Mənim uzun söhbətim səni yormasın. Burada təyin yoxdur. Çünki mənim söhbətim bu bütöv isim birləşmədir. Mübtədadır. Yəni uzunu orada təyin deyənmərəm. Mağazaya 1 ton un gətirdilər. Nə qədər? 1 ton bu təyindir. Deməli 3, 5. Kəmiyyət zərfliyi hansı cümlələrdə işlənmişdir? Rüstəm kişi bağçada işləməkdən zövq alırdı. Kəmiyyət zərfliyi nədən? Bağçada işləməkdən. Burada yoxdur. Bir qədər səbirsizlik bütün işləri korladı. Nə qədər? Bir qədər səbirsizlik. Burada təyin var, kəmiyyət zərfliyi yoxdur. Ana sonsuz dərəcədə sevinirdi. Nə qədər? Sonsuz dərəcədə. Burada var. Dayanacaqda avtobus xeyli adam mindi avtobusa. Xeyli adam. Nə qədər adam? Bu təyindir. Bu məsələni sizə dəfələrlə xatırlatmışam. Nə qədər dəfələrlə? 3, 5. Hansı cümlənin tərkibindəki təyin fe'ldən düzələn sifətlə ifadə olunmuşdur? Güclü rəqibi saymamaq olmaz. Fe'ldən düzələn sifət yoxdur. Doğru söz acı olar, yoxdur. Azərbaycan öz didərgin övladlarının taleyindən narahatdır. Didərgin, didməkdən, didərgin. Burada didərgin sözü sadədir, fe'ldən yaranmayıb, ona görə 3-ü götürmək olmaz. Sınıq könlü, təsəlli də ovuda bilməz. Hansı könül sınıq? Sınmaq fe'lindən sınıq sifəti 4 uyğundur. Şah İsmail qəfil gecə basqının təklifinin namərdlik saydı. Burada yoxdur. Basqın isimdir. Sürüşkən yol gəliş keçi çətinləşdirirdi. Hansı yol? Sürməkdən sürüşmək, sürüşkən. Sürüşmək fe'lindən sifət düzəlib 6 uyğundur. Deməli 4, 6. Eyni zamanda təyin vəzifəsindədir. Bəli, cavab 4, 6 olacaq. Dəyərli izləyicilər, cümlənin ikinci dərəcəli üzvləri 9 illik DİM test toplusunun bütün tapşırıqlarının, yəni 66 sualın hər birinin doğru izahını variantlara görə paylaşdım. Kanala abunə olaraq paylaşılan bu videolardan faydalana bilərsiniz. Eyni zamanda bizim onlayn və əyani dərslərimizlə maraqlananlar 055 418 82 02 nömrəsi ilə əlaqə saxlaya bilər. Sağ olun, növbəti izahlarda, növbəti videolarda görüşərik.